2018-ci ildən etibarən ölkədə 4 milyon vətəndaşımızı əhatə edən 5 sosial islahat paketi həyata keçirilmişdir. Bu islahatların illik əlavə maliyyə yükü 7,6 milyard manat təşkil etmişdir. Həyata keçirilən islahatların nəticəsi olaraq əmək münasibətlərinin legallaşması istiqamətində mühüm irəliləyişlər əldə olunmuşdur. Belə ki, əmək müqavillərinin sayı 45% artaraq 1,9 milyona çatmış, ölkə üzrə əmək haqqı fondu isə 3,2 dəfə artmışdır. Eyni zamanda sosial müdafiənin əsas alətlərindən biri olan minimum əmək haqqı 3,1 dəfə artaraq 400 manata, orta aylıq əmək haqqı isə 2 dəfə artaraq 1086 manata yüksəlmişdir. Bununla yanaşı minimum pensiya 2,9 dəfə artaraq 320 manata, orta aylıq pensiya isə 2,6 dəfə artaraq 540 manata yüksəlmişdir. Eyni zamanda əhaliyə ödənilən müavinətlər və Azərbaycan Respublikası Prezidentinin təqaüdləri üzrə ödənişlərin həcmi bu dövr ərzində 5 dəfə artmışdır.